Buraxılış imtahanı 34-cü sualın izahı. Deyir ki, nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Yəni, doğrudurdan doğrunu, yanlışdan isə burada yanlışdır. Yanlışdan isə yanlışları götürmək lazımdır. Çünki bizdən uyğunluğu soruşur. Uyğunsuzluğu sorsaydı, bunun əksini etməliydik. Mən ağa ağ dedim, qaraya qara. Sən məni istədin, çəkəsən dara. Yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlümə dəymə. Doğrudur. Düzəltmə sözlərdən ikisinin kökü feildir. Düzəltmə sözlərdən ikisinin kökü. İkisinin yardı, yara oldu, yaradan yaralı oldu. Düzəltmə yar, vurduğun yara. Yara nə? Yardı ki, yara oldu. Nə? Yara. Bəli, bir doğrudur. Düzəltmə sözdür. İkisinin də kökü feildir. Bu doğrudur. Biri götürürük. Bir olmayan cavabları gəlin elə aradan çıxaraq. İkiyə baxaq. Adlıq, təsiri və yönlük halda olan isimlər işlənibdir. İsimlər. Deməli, burada könlümə, A-ə, yönlük hal şəkilçisidir, bəli. Daha sonra yenicə sağalır vurduğun yara. Yara nə? Yara. Adlıq haldadır bu da. Bu adlıq, bir də yönlük. Diqqət eləsəz, burada təsirli hal yoxdur. Yəni, iki yanlışdır. Bizdən doğrudur istəyir axı. İki olanları da çıxırıq. Ya B-dir, ya D-dir. Üçə baxaq. Təsirlənməyən fiil tərkib əmələ gətirib. Təsirlənməyən fiil deyirsə, söhbət məstər, feili sifət, feili bağlamadan gedir. Yenicə sağalır vurduğun yara. Nə yara? Hansı yara? Hansı yara? Vurduğun yara. Burada vurduğun təyindir və tək götürülür. Çünki özündən əvvəl əgər içərisinə alsaydı, o zaman tərkib əmələ gətirilərdi. Burada tərkib kimi deyil, tək götürülür. Üçü də çıxırıq. Üçü də çıxdığımız üçün doğru cavab variantı B variantı qalır. Baxaq. Deməli 4. Əvəzliklərin hamısı ismə vəz edib. Hamısı ismə vəz edib. Mən. Burada bəli, şəxs əvəzi ismə vəz eləyibdir. Bu yaralı könlümə. Hansı yaralı? Bu işarə əvəziydi, o sifətə vəz eləyibdir. Axı, ismə vəz etməyib, yanlışdır, yəni səhvdir. 4-ü də götürürük, çünki yanlışdan yanlışı seçməliyik. 5-ə baxaq. Təsirflənən fiillər yalnız xəbər, əmr şəklindədir. Təsirflənən fiillərimiz ağa ağ dedim, mən dedim, bəli, əmrdir. Sən məni istədin, çəkəsən dara, çəkəsən çəkəsən. Xeyr, bu arzu şəklindədir. Sən məni istədin ki, çəkəsən dara. İstədin, bəli, keçmiş zaman xəbər şəklidir. Sağalır xəbər şəklindədir. Dəymə də əmr şəklindədir. Burada çəkəsən, deməli, arzu şəkli olduğu üçün bu səhvdir. Əmr və xəbər şəklində yalnız deyil, yanlış deyir. 5 də səhvdir. Deməli, 1, 4, 5, B variantıdır. Əlamət bildirən isimləşmiş sifətlər işlənmişdir. Bəli, ağa, nəyə, yəni ağ